Ya göründüyün kimi ol, ya olduğun kimi görün. Cəlaləddin Rumiyə aid olan bu sözləri eşitməmiş olmazsınız. Məsələ burasındadır ki, çoxluq etibarı ilə insanların üç sifəti olur. Birinci sifət odur ki, insan həmin o sifətini bütün insanlara göstərir. Yəni çöldə, bayırda, dost, tanış, qohum, əqraba, qonşu hamıya o sifəti ilə görünür. İkinci sifət budur ki, yalnız ailədə göstərir onu. Anası, atası, bacı, qardaşı, yaxud ailəlidirsə yoldaşı, uşağı ancaq bunlara göstərdiyi sifətdir. Bəzən bəlkə də eşitmiş olarsınız, bəlkə də şahidi olarsınız. Olur ki, bir anadır, bir valideyndir, bir qonşu qadınla gəlir söhbət eləyəndə oğlundan şikayətlənir məsələn, deyir belədir, evdə dava salır, kobudluq eləyir, onu eləyir, bunu eləyir. Qonşu qadın da qayıdıb deyir ki, ay filan kəs bacı, axı o heç elə uşağa oxşamır. Yəni harda görür adamı, adamla mehriban, gülərüz, çox yaxşı davranır, çox yaxşı hərəkəti, sözü, hər bir şeyi yerində. Niyə? Çünki çöldə birinci sifətini göstərirdi. Evdə isə ikinci sifətini. Yəni insanların çöldə olduğu ilə evdə, ailədə davranışları fərqli ola bilər. Və üçüncü sifət budur ki, heç onu nə çöldə göstərir, nə ailədə göstərir. Yalnız özü ilə Allah arasında olan sifətdir. Tək qalanda o düşündüyü düşüncələr, fikirlərdir. İnsanın üçüncü sifətindən özü və Allahdan başqa heç kim xəbərdar deyil. Nə ailəsi, nə başqaları. Ona görə də Cəlaləddin Ruminin dediyi ya göründüyün kimi ol, ya olduğun kimi görün sözləri insanın zahirinə aid deyil, batininə aiddir. Bunu da qeyd edim ki, insanlar çöldə, yəni birinci sifətlərini göstərəndə ən yaxşı xüsusiyyətlərini göstərməyə çalışırlar insanlara. Odur ki, Allah bizi insanlara göründüyümüz kimi olmağı nəsib eləsin.